Herkese salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili səhifə 28 ve 29 işləyəcəyik. Gəlin başlayaq. Yeni mövzu keçirik. Mövzumuzun adı English is everywhere. İngilis dili hər yerdədir. Gəlin oxuyaq. Are you an English student? Sən bir İngilis dili şagirdisən, İngilis şagirdisən. Good for you. Sənin üçün çox gözəl. Look at these facts about the English language. Deyək ki, aşağıda verilmiş faktlara baxın. Aşağıdaki verilmiş İngiliz dili hakkındaki faktlara bakın. Gəlin başlayaq. English is a global language. İngiliz dili global bir dildir. About 1.5 billion people in the world are English speakers. Deyir ki, dünyanın 1.5 milyonuna yaxın insanı İngiliz dilində danışa bilir. That's 20% of the world's population. Bu dünyanın 20% qədərdir. But only 380 million people in the world are native English speakers. Ama dünyada sadece 380 milyon insan yani səlis şəkildə İngiliscə danışa bilir. They are from countries where English is the first language or native language. Bu insanlar adətən elə ölkələrdə olur ki, o ölkələrin ana dilisi İngilis dilindədir ya da İngilis dili ya da elə öz dillər, ölkə milli dili İngilis dilidir. Australia, the United Kingdom, the United States and others. Avustraliya, Birləşmiş Krallıqlar, ABŞ və sair ölkələr. English is the language of science, commerce, sports and tourism. İngilis dili məlumatların, idmanların, turistlərin dilidir. Are you a tourist? Sən bir turistsən. Are you on a plane? Sən uçaqdasan. English is the official language for pilots. İngilis dili pilotdan bilməli olduğu əsas dildir. Your pilot is an English speaker. Sən pilotun bir İngilis dili danışanıdır. English words are in the different languages in many countries. İngilisdəki sözlər çoxlu ölkələrdə fərqli dillərdə vardır. In Mexico, many English words are very popular, such as casual, spoiler and hashtag. Meksikada bəzi İngilis sözlər çox populardır. Məsəl üçün, spoiler, hashtag və casual. Spoiler, yəni gələcəkdə olan bir hadisənin ilkin göstərgəsi, hashtag internetdə istifadə olan hashtag işarəsi, casual da ümumi olaraq sadə kimi bir mənası olmalıdır. Technology countries and social media are a place for English too. Texnologiya, kompüterlər və internet şəbəkələrdə İngilis dili üçün bir yerdir. Over 80% of the words on the computer are English. İngilisdəki sözlərin 80%, kompüterdəki sözlərin 80% İngilis dilində olur. English words are common in Japan too. İngilis dili sözləri Japan dilində də çox tez rastlanmaq olar. Məsəl üçün, super, supermarket, hotel, restoran kimi sözlər vardır. So, be part of the community. Yəni, sən də bu komünitəyə üzv ol. English and communicate with the world. İngiliscə danış və dünya ilə əlaqə saxla. Gəlin tapşırığımıza keçək. Look at the infographic on page 28. Səhifə 28-dəki mətnə baxın. Choose the correct words to make a true sentence. Sonrası cümlədəki verilmiş sözlərdən doğru olanları seçin ki, cümlə düzgün olsun. This infographic is a visual or long text with opinions. Gördüyümüz kimi bu bir mətin halındaydı. Onun üçün long text, uzun bir mətin. With opinions, facts. Burada fikirlərlə deyirlər, yoxsa fəktlərlə. Gördüyümüz kimi bu da fəktlərdən, yəni rəqəmlərdən verilib. Fəkt sübut deməkdir. Gəlin baxaq ikinci tapşırığa. What's the infographic central idea? Check the correct answer. Bu ideyanın, bu şəklin, bu məlumatın əsas ideyası nə idi? Düzgün variantı seçin. Birincisi, English as an official language.
İngilis dili əsas bir dildir. The number of English speakers in the world. Dünya ətrafındakı ingilis dilində danışanlar. The importance of English around the world. Dünyanın ətrafındakı ingilis dilinin mənası kimi, yəni özəlliyi. English word in Japanese. Japon dilində ingilis dili. Gördüyümüz kimi bunda əsas olaraq ingilis dilinin əsas dil olması haqqındaydı. Keçək ikinciyə. Scan the infographic and match the numbers. İnfografik, yuxarıda verilmiş infografiki yeniden gözdən keçirin və düzgün olaraq seçin. With the facts AD və orada verilmiş faktlara əsaslanaraq. Məsələn, birinci sözü bizə verib. World population in billions. Deyək ki, dünyada bu qədər insan yaşayır. Gördüyümüz kimi yazılmışdı ki, dünyada yəni 20% 1,5-dirsə, 100% 7,5 milyon insan yaşayır. Bunun üçün 1-ə C. 2. Əmizə A yoxuraq. A. Number of English native speakers in the world. Dünya ətrafında ingilis dilini səlis danışa bilən adamlar. Burada gördüyümüz kimi 380 milyon, yəni 380 milyon. Onun üçün bu uyğun gələcək. Bunu qoyaq bura. Və qarşısından. Üçüncü. B. Number of English speakers in the world. Dünya ətrafında ingilis dilini danışa bilən insanlar sayı gördüyünüz kimi 1,5 milyon. Onun üçün seçəcəyik ki, dördüncü B-nin qarşısında. Və axırıncı. Proportion of the English words on computer in the world. Dünyada kompüterlərdə istifadə olunmuş ingilis dili sözlərin nə qədəri? Yəni ingilis nədir? Kompüterdə istifadə olunmuş sözlərin nə qədər ingilis nədir? Gördüyümüz kimi 80, yəni 80%, 80%. Bu da 4/5-ə bərabər olur. 3-ü etdiyimizə görə gəlin indi 4-ə keçək. Read the infographic. İnfografi yenədən oxuyun. Complete the information. Məlumatları tamamlayın. Məsəl üçün, two countries where English words are common. İki ölkə ki, burada ingilis dil sözləri asanlıqla rastlanır. But people don't speak English as a first language. Amma adamlar ingilis dilini ana dilləri kimi danışmır. İnfografikdə də gördük ki, bu ölkələr Meksika və Japoniyadır. İkinci. Three countries where English is a native language. İngilis dilinin əsas dili olduğu 3 ölkə. Bu da verilmişdi ki, İngilis dilinin əsas dili olduğu ölkələrdən biri The United States. Bunu qoyaq bura. Sonra Avustraliya və axırıncı olaraq The United Kingdom. The United Kingdom. Yəni ABŞ, Avustraliya və Birləşmiş Krallıqlar. Üçüncü. English is important in 3 activities. İngilis dili 3 aktivitədə, yəni məşğuliyyətdə çox vacibdir. Gördüyümüz kimi bu aktivitələr buralarda verilmişdi. Bir dənə baxım. Gördüyümüz kimi texnologiya. Bunu qoyaq bura. Sonra social media, yəni internet şəbəkələri və burada yazaq ki, computer, yəni kompüterlər. İşte 4'ə. English is the official language for the professional. İngilis dili bu məşğuliyyət üçün əsas dildir. Gördüyümüz kimi də bu da pilotların üçün əsasdır ki, ingilis dilini bilsinlər. Çünki onlar uçaqda olarkən ingilis dilində danışmalılar. 5. Complete the sentence with the expression below. Aşağıdakı verilmiş sözlərdən cümlələr tamamlayın. Birincisini özü bizə verib. Gəlin baxaq. Japanese English students are not native speakers of English. Japon dili şagirdlər ingilis dilini səlis danışa bilmirlər. Bu düzdür. Yəni özü vermişdi. 2. English is the FIFA World Cup global language. Yoxsa official language olmalıdır. Deyək ki, ingilis dili FIFA World Cup'un, yəni FIFA Dünya Çempionasının özəl dilidir. Üçüncü. English is a
People speak it all over the world. İngilis dili bir global dildir, global language'dir. Dünyanın ətrafındakı hər kəs ingiliscə danışır. Facebook, Twitter, and Instagram are all example of social media. Twitter, Instagram və Facebook sosial şəbəkələrin ümumi bir nümunəsidir. 5-ci. Portuguese is the native language of Brazilian. Portugal dili Braziliyanın səlis bir dilidir. Bugünlük bu qədər. Biz sizinlə birlikdə səhv 28 və 29 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.